Bakıda 27-ci Azərbaycan Beynəlxalq Tibb İnvestisiyalar sərgisi keçirilir. Sərgi noyabr ayının 1-nədək davam edəcək. Vertebra Onurğa Tibb Mərkəzi artıq 20 ilə yaxındır ki, bəlkə 20 ildən də çoxdur ki, onurğa xəstəlikləri üzrə mütəxəssisləşmiş bir klinikadır. Onurğa xəstəliklərini əməliyyatsız, korsetsiz, heç bir dərman, medikamentoz müalicə olmadan müalicə etmək. Bizim klinikamızda Alman üsulu 3D şirot müalicəvi sistemi həyata keçirilir ki, bu da korsetsiz və əməliyyatsız skoliozun müalicəsində birinci yeri daşıyır ölkədə. Və biz bu il bir çox kitablar sırasından bu il bir kitabımızı çapa çıxartdıq. Təqdim eləmək istəyirəm onurğa xəstəliklərinin atlası. Onurğa xəstəliklərinin atlasında biz illər ərzində gördüyümüz işləri peşəkarcasına nümayiş etdirmişik. Yəni burada baş verən əyriliklər, deformasiyalar, fəqərarası disk yırtıqlarının müalicə üsulları, hər şey var. Bugün burada kitablarımızı təqdim edirik, bugün burada klinikamızı təqdim edirik və çalışırıq ki, faydalı bir işlə məşğul olaq, bizi daha çox tanısınlar, daha çox müraciət etsinlər. Bizim bugün həkimlər, xəstəxanalar hamısı burada iştirak edir və bunlar bu yeni nailiyyətlərlə tanış olurlar, yeni avadanlıqlarla tanış olurlar və gələcəkdə bu xəstəxanalarda bu yeni çıxmış həmin avadanlıqlardan istifadə etmək, yeni dərman preparatları tanış olurlar və burada o müzakirələr olacaq, burada panellər olacaq ki, elmi müzakirələr də olacaq və bu elmi müzakirələrdə də bizim bu həkimlər iştirak edəcək. Bugün Bakı şəhərində regionlardan həkimlərimiz iştirak edir. Yəni belə müzakirələr həmişə xeyirli olur. Yəni nəsə bizim həkimlər oradan götürür, öyrənir və öz xəstəxanalarında istifadə edirlər. Ona görə belə tədbirlərin keçirilməsi həmişə arzu olunandır. Biz bu gözəl sərgidə Vertebra Onurğa Mərkəzi adından iştirak edirik. İradə xanımın yazdığı kitabları, İradə xanımın etdiyi yenilikləri, xəstəliklərlə bağlı bütün məlumatları iştirakçılara çatdırmaq istəyirik. Bütün tibb işçilərini bu sərgiyə dəvət edirik. Səmərəli istifadə etsinlər bu sərgidən və hər kəsə uğurlar arzu edirəm. Bugün məndən ötürü çox sevindirici bir gündür. Çünki mənim onurğa xəstəlikləri barədə 11 kitabım işıq üzü görübdür. Və bu kitabların ən sonuncusu onurğa xəstəliklərinin atlasıdır. Azərbaycan dilində belə bir kitabı mən hazırladım, işıq üzü gördü. Skolioz, kifoz, lardozların 3 ölçülü şirot üsulu ilə müalicəsi. Klinikada 4 nəfər belə şirot terapist var. Müalicəvi masaj və onun taktikası. Bugün fürsətdir mənə ki, bu kitabları mən təqdim edeyim bütün həkimlərimə və ən başarılı kitabım müstəqilliyimizin xilaskarı kitabıdır. Bu bizdən ötürü bir fürsətdir ki, burada iştirak edən klinikalar var beynəlxalq səviyyədə. Həm onlarla əməkdaşlıq eləyək, həm də bütün həkimlərə özümüzü təqdim eləyək, təşkilatçılara, həm də rəhbərlərə minnətdarlığımı bildirirəm. Çünki bizdən ötürü bu cür şərait yaradıblar ki, biz özümüzü təqdim eləyək və başqa həkimlərlə əməkdaşlıq eləyək. – 27-ci Beynəlxalq Tibbi İnnovasiyalar sərgisi bizdən ötürü çox əhəmiyyətlidir. Çünki elm durmadan inkişaf eləyir və biz bu sərgidə elmin yeni nailiyyətləri, yeni aparatlar, bu aparatları istifadə eləmək. Məsələn, biz onurğa mərkəziyik, sırf onurğa xəstəlikləri ilə məşğul oluruq. Son zamanlar onurğa onkologiyası ilə daha çox rastlaşırıq. Əfsus ki, əsas məqsədimiz ilkin mərhələdə kongenital, neyromuskulyar, onurğa əyriliklərini, skolioz, kifoz və lardoz bucaqlarının dəyişilməsini
şurut terapiya ilə və öz müəllif üsulumla normala gətirməkdir. Hər yaşda, istər erkən yaşda, istər orta yaşda, istər də osteoporoz yaşında biz insanlara gərəkliyik.